Salam, hər vaxtınız xeyir olsun. Bugün Seyid Əzim Şirvaninin Qüşqıl müxəmməsi üzərindən təhlil edəcəyik. Beşlik şəklində yazılmışdır və müxəmməsdir. Əruz vəzninin rəməl bəhrində yazılmışdır. Əsər ictimai mövzuda yazılmışdır. Əsas mövzusu musiqinin insan ruhunun dincəlməyinə xidmət etməsi, musiqinin haram olmağı ilə bağlı yalanlara uymamağı təbliğ etməkdir. Gəlin indi misra-misra təhlillərə baxaq, daha sonra isə əlavə qeydlərə nəzər salarıq. Qüşqıl, ey ki özünü bilirsən vaqif ikar. Agah ol, gör ki nədir, nalə iney, nəğmə itar. Deyir ki, ey özünü hər işə vaqif bilən şəxs, insan, qulaq as deyir. Qüşqıl, qulaq as. Tarın nəğməsindən, neyin naləsindən agah ol. Nədir deyir, nalə iney, nəğmə itar. Qulaq as, dinlə ki, bunlardan sən agah olasan. Və müəllifə bir şey maraqlıdır burada. Yəni bir suala cavab axtarır təəccüblü şəkildə. Deyir, nədir o xuş olan çubuda bu nalə izar? Yəni bu quru çubuqdan çıxan mahnı, nalə, yəni nədir ki, onun sədasından insanın səbri qarət olur. Sədasından olur onun, deyir, insanın səbri qarət. Və burada xuşk olan çubuq deyəndə balaban nəzərdə tutulur. Yəni biz burada balabanı nəzərdə tutacağıq. Açma deyirsən pərdəni, hər pərdədə 100 əsrar var. Onun hər pərdəsində 100 sir var, sən həmin pərdəni açma. Deməli, müəllifin təəccübünə səbəb olan məqam odur ki, bu quru çubuqdan necə belə nalə-i zər çıxmışdır və həm də deyir, bu sirləri, 100 sirri olan pərdəni açma. Pərdələrdə deyir, hər birində 100 sir var. Qoymaz ol tarı müğənni niyə ağuşundan. Yəni müğənni öz qucağından tarı qoymur. Düşməz deyir o xanə bərəndazələrin duşindən. Yəni ev yıxanlar, səsi ilə ev yıxan o qədər gözəl oxuyur ki, sanki deyir evimizi yıxır, bizi bizdən alır, ağlımızı başımızdan alır. Onların deyir duşindən düşməz, çiyinlərindən düşməz. Huş ilə quş gedər deyir hər kimsə dinləyər, yəni qulağı ilə dinləyənlərin huşu, ağlı gedər, huşindən gedər. Pəmbəyi qəfləti çək, sən dəxi can göşindən, qəflət pambığını çıxar deyir qulağından, ona görə ki, ta ki sirlərə bərxurdar olasan, yəni sirlərdən xəbərdar olasan. Musiqi ilə bağlı sirlərdən agah olmaq üçün, musiqidən xəbərdar olmaq üçün deyir, o pəmbəyi qəfləti, yəni o pambığı çək, çıxar qulağından. Tut bərabər də misaya müğənni dəmini. Müğənninin nəfəsini İsa'nın nəfəsinə bərabər tutur müəllif burada. Və İsa'nın Davudun adlarının çəkilməsinə səbəb də fikrini əsaslandırmaq üçündür. Yəni dini şəxslərin adını müəllif fikrini əsaslandırmaq üçün bu əsərdə çəkmişdir. Qılıb ehya özünü, yəni özünü canlandır və ruh aləmini seyr elə. Çünki sən musiqiyə qapılanda, özünü insan musiqiyə qapdıranda sanki başqa bir aləmdə olur. Zil qəm olma. Qəmin əsiri olma deyir. Eşit nəğmənin zilini də, bəmini də. Testlərdə salına bilər ki, nəğmənin ya bəmini eşit və yaxud da yalnız zilini eşit. Bu yanlışdır. Yəni həm deyir zilini eşit, həm də bəmini eşitməlisən. Aqil olmağın meyarına yer verilir. Deyir, çəkmə aqil sən əgər, dəxri müxalif qəmini. Sən əgər aqilsənsə, digər dünyanın, ümumiyyətlə dünya dərdi çəkmə deyir. Dünyanın qəmini çəkmə və şuura gəl, yəni musiqini dinlə, nəğmə ilə dünyaya hasar çək. Dünyanın qəminə hasar çək nəğmələrlə. Musiqini dinləməyi, yəni bir növ tövsiyə edir. Musiqi məclisinin əhli gərək əhli bəsər. Musiqi məclisində yığılan insanlar, o toplum kütlə, gərək deyir, musiqini anlayanlar, 6-cı gözü açıq olanlar, bəsirət gözü açıq olanlar olsun, əhli bəsər olsunlar. Bəsirət gözü açıq olmaq məsələsi Sığmazam qəzəlində var, haqq ifadəsi. Və Ağrımaz qəzəlində haqqı bilən bilir ki, mən deyir, məsələn, sənnə gümanə sığmazam, haqq bilir deyir səndən şaha. Ağrımaz qəzəlində də həmin ifadə keçir. Ta görə pərdə-i əsrarda 100 nəqşi süvər. Deyir, bu haqqı bilənlər, yəni anlayanlar musiqini gizli pərdədəki 100 naxşı, bəzəyi görəcəklər. Burada göstərilir. Kim ki deyir, zövq əhli deyil, yəni musiqidən anlamır, anlayışı yoxdur, onu daş hesab elə, həcər hesab et.
Ləhni Davud etməz, növ-i cəmadata əsər. Hətta deyir, Davudun təsirli səsi belə, yəni Davudun səsinə burada işarə var. Cansız əşyalara deyir təsir etmir, onları diriltmir. Çünki belə bir fikir var ki, Davudun səsi o qədər gözəl imiş ki, cansız əşyaları belə dirildirmiş. Deyir, həmin o cansızlara, yəni musiqini anlamayan daşlara Davudun səsi belə təsir göstərməz. Musiqi suxən ey huşyar, yəni ey ağıllı insan. Oradakı məna başa düşən adamlara təsir edər. Yəni musiqidəki məna yalnız anlayanlara təsir etmiş olar. Zahidə müraciətlə yazılıb bu şeir ümumilikdə və sonda da yeni müraciəti birbaşa səslənir. Zahidə müraciət edir, deyir Zahidə, Tanrıya bax, məclis-i irfandır bu. Tanrıya bax deyir, Allaha bax, nahaq danışma. Bu dərk edənlərin məclisidir. Tarı əshab-ı mənahi demə böhtandır bu. Zahidə müraciətlə bildirir ki, tara deyir qadağan olunmuş alət demə. Çünki deyir bu böhtandır. Meyi gör, saqiyə bax, Kövsər qılmandır bu. Burada saqi, şərab paylayan oğlanlar deməkdir, yəni saqilər şərab paylayırlarmış və şərabı gör deyir, şərab paylayanlara bax. Bu cənnətdəki bulaq və xidmət edənlərin adları idi, yəni burada olan o Kövsər qılmanları nəzərdə tutur, xidmət edənlər və meyi Kövsərə bənzədir. O qılmanlar da saqilərdir. Saqi qılman oldu, meyi də Kövsərdir. Pərtöv-i ruxsarə-i sübhandır bu. Yəni, bunların hamısı alqışlanmalı üzün işığıdır. Sonda da qeyd edir ki, meydə haqqın nurunu gör, səhvinə qıl istiğfar. Yəni, meydə haqqın işığını gör və səhvinə görə üzr istə. Əsərin mövzusunu qeyd etdik, şeir musiqidən alınan zövq, musiqi alətlərinin səsindəki hikmət və onların daxili mənası haqqında yazılıb. İdeya kimi götürə bilərik ki, insan musiqini duymalı və ondan zövq almalıdır. Musiqi alətlərindəki səsin mənasını, hikmətini, sirrini duymağa qabil olmalıdır hər bir insan. Və burada bəzi qeydlərə diqqət yetirək. Rəməl bəhrindədir, əruz vəznindədir, beşlik şəklində yazılıb və müxəmməs janrındadır. Şeir vahidi də bənddir. Klassik poeziya nənələrinə burada sadiq qalınıb, alınma sözlər var, amma məzmunla bağlı, yəni bizim çətinliyimiz olmur anlamaqda, başa düşüləndir. Zildə olan səs Tanrıya daha yüksələ bildiyi üçün nisbətən daha yaxşı, yüksək qiymətləndirilir fikri yanlışdır. Çünki buna fərq qoymur. Deyir, həm zili, həm də bəmi. Yəni görməlisən. Belə. Musiqini başa düşməyənlər daşa bənzədilir. Şair öz fikirlərini əsaslandırmaq üçün dini rəvayətlərə müraciət edir. Deməli, bunun səbəbi dini rəvayətə müraciət etməyin səbəbi fikirlərini əsaslandırmaqdır. Müxəmməsdə Arifin oxuduğu gözəl nəğmələrə işarə edilmir. Bu sadəcə Seyid Əzimin ümumi yaradıcılığına aid olan fikirdir. İsa, Davud kimi dini şəxslərin adları çəkildi burada. Mənəvi əsarət təbliğatçılarına uymamaq təbliğ olunur, yəni zahidlərə. Əsər bəhrin tələbinə əsasən yalnız həyəcanlı və emosional şəkildə yox, həm də təmkinlə oxunmalıdır rəməl bəhrində yazıldığı üçün. Musiqidən həzz almağı bacarmayanlar ruhsuz kimi təsvir olunur. Əsərin oxusunda başdan sona qədər nikbinlik davam edir və insanlara bu dünya dərdini çəkməmək tövsiyə olunur. Gizli sirlərin əyan olması üçün qəflət pambığının qulaqdan çıxarılması söylənilir. Musiqi məclisinin əhli gərək əhli bəsər, yəni 6-cı gözü açıq olanlar olsun. Tara atılan böhtana səssiz qalmır müəllif və ədəbiyyatımızda bir neçə əsərdə tarın adı keçir. Qızılgül olmayaydı poemasında Mikayıl Müşfiqin Oxu tar şeiri səslənir və Natəvan, Xurşid Banı Natəvanın şeirləri tarın müşayiəti ilə səsləndirilirdi. İndi keçək digər qeydlərə. Şairin sufi baxışlarının da bu əsərində öz əksini tapdığını qeyd edirlər. Yəni, bir çox sufilərə görə musiqi Allaha yaxınlaşmaq vasitələrindən biridir. Şair sufilərin məcazi mənada işlətdiyi məclisi irfan, mey, saqi, Kövsər qılman sözlərindən istifadə edərək musiqi vasitəsilə Allaha qovuşmağın, onun nurunu görməyin mümkünlüyünü söyləyir. Yəni, sufi baxışlarının əks olunduğunu qeyd edə bilərik. Quranda bildirilir ki, qiyamət günü sur olacaq, ölülər bu surun səsinə diriləcəklər. Deməli, musiqi və səs diriltmək, oyatmaq qabiliyyətinə malikdir. Sufilər musiqiyə mənəvi oyanış, ruhun dirilməsi üçün müraciət edirlər və Seyid Əzim də müxəmməsində müğənninin nəfəsini dini rəvayətə görə öz nəfəsi ilə ölüləri diriltməyə qabil olan İsa Peyğəmbərin nəfəsinə
bərabər tutmuş olur. Şairə görə musiqi insanın ölmüş ruhunu yenidən diriltməyə qadirdir. Şair müğənni səsini Ləhm-i Davud adlandırır. Yəni müğənninin səsini belə bir ifadə ilə adlandırır. Dini rəvayətə görə Davud peyğəmbərin səsi o qədər gözəl imiş ki, oxuyanda hətta heyvanlar, quşlar belə heyran qalırmış. Və bir də digər qeydlərə diqqət yetirək. Qafiyə sisteminin birinci bənd 5A formasında, digərləri isə 4B 1A və 4C 1A şəklində. Yəni sonuncu misralar həmqafiyə təşkil edir. Şair insanları səsləyir, musiqini haram sayan, onu dinləməyi günah hesab edən yalançı zahidlərin əfsanə sözlərinə uymamağa. Zahidlərin adı həm də Ağrımaz qəzəlində də keçirdi. Lirik qəhrəman, yəni şair, düşünür və oxucuya deyir ki, tar çalmaq, musiqi dinləmək günah deyil. Musiqini başa düşməyən, ondan zövq almayan insanın ruhu yoxdur, yəni onlar daşdır. Şeirdə alınma sözlər çoxdur, lakin dili anlaşılandır şeirin. İlk misralardan oxucuda fərəh, nikbin ovqat yaranır və bu sona qədər davam etmiş olur. Ahəngdarlıq çox güclüdür, bu da onun yazıldığı bəhirlə əlaqədardır. Və şeirdə bir çox bədii təsvir və ifadə vasitələri işlənmişdir. Düşünürəm ki, sizlər üçün faydalı bir izah oldu. Kanala abunə olub bəyənməyi unutmayın. Sağ olun.